Salam dəyərli izləyicilərimiz. Bugün Milli Məclisdə Aqrar Siyasət, Ailə, Qadın və Uşaq Məsələləri, Elm və Təhsil Komitələrinin birgə iclası keçilib. Bir sıra fikirlər səsləndirilib. Həmin fikirlərdən maraqlı məqamları diqqətinizə çatdırırıq. Əziz müəllimlər, sizi də maraqlandıran mövzuya Elm və Təhsil Naziri fikir bildirib. Söhbət sosial şəbəkələrdə də müzakirə predmetinə çevrilən müəllimlərin dərs yükü məsələsindən gedir. Nazir bu məsələyə diqqət çəkərək deyib ki, hazırda müəllimlərin bir qismi köhnə stavka modelinə görə həftədə cəmi 13 saat dərs deyir. Yeni modeldə həftəlik dərs yükü 18-24 saat olacaq və yalnız sertifikasiyada yüksək nəticə göstərən müəllimlər iştirak edəcəklər. Bu model müəllimlik peşəsini həm maddi, həm də mənəvi baxımından daha cəlbedici etməyi hədəfləyir. Sıradakı xəbər isə ali təhsil müəssisələrinin diqqətini çəkəcək. Çünki 3 universitetimizdə gələcəkdə planlaşdırılır ki, tələbə qəbulu azaldılsın. Bu universitetlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetidir. Məqsəd keyfiyyətin artırılması və bir tələbəyə düşən xərclərin yüksəldilməsidir. Eyni zamanda Elm və Təhsil Naziri Emin Əmrullayev deyib ki, illərdir universitetlər daha çox tələbə cəlb etməklə maliyyə resurslarını artırmağa çalışıb, bu isə keyfiyyətin azalmasına səbəb olub. Yeni mərhələdə tələbə sayının deyil, keyfiyyətin artırılması prioritet olacaq. Ucqar dağ kəndlərində və ya elə bəzi rayon mərkəzlərində 5-10 şagirdi olan məktəblərə rast gəlirik. Nəzər alaq ki, bu cür şagird sayı az olan məktəblərdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür. Nazir məhz bu məsələyə də toxunaraq bildirib ki, məktəblərdə ixtisarlar prosesi davam edəcək. Bizim yanaşmamızla bu ixtisar deyil, səmərəlilik yanaşmasıdır. Köçkün məktəbləri bağlanır. Yox, narahatçılığa əsası yoxdur. Çünki köçkün məktəbləri bağlanmır. Sadəcə başqa yerdə açılır. Bugün Milli Məclisdə məhz bu mövzu da müzakirə edilib. Böyük qayıdış prosesində hər kənddə məktəb açılması bayramdır. Amma texniki problem var. Eyni adda 2 məktəb ola bilməz. Nazir Emin Əmrullayev bildirib ki, proses tədricən gedir. Məktəblər sadəcə başqa yerdə açılır və ümumilikdə iş yerləri azalmaq əvəzinə artır. Biz sizə xəbərlərin dəyərli izləyicilərimiz qısa icmalını təqdim etdik. İzlədiyiniz üçün təşəkkür edirik.